Tevhid sadəcə sözdən ibarət deyil. Yəni, la ilahə illallah dedim, iş bitdi deyə deyil. İman sadəcə iddiadan ibarət deyil. Mən müsəlmanam deyə döşmə sinəmə vurum, bundan iş bitmir. Mən möminəm deməklə iş bitmir. Yəni, qurtuluş elə boş arzudan ibarət deyil. İmam əleyhissalam ki, buyurdu, onun şərtləri var. Və ənə min şurutiha. Mən də o şərtlərdən biriyəm. Bu, onu göstərir ki, la ilahə illallah Allahın qalasıdırsa, amma o qalanın da bir qapısı var da, qalıya da gərək nədən daxil olasan? Necə ki, Peyğəmbər salavatullah Əmirül Müminin Əli əleyhissalamın barəsində buyurdu, Ənə mədinətül ilm və aliyyum babuha. Mən elmin şəhəriyəm, Əli o şəhərin darvazəsidir, qapısıdır. Kim istəsə şəhərə daxil olsun, hardan daxil olmalıdır? Qapıdan. Deməli, İmam əleyhissalam buyurur ki, la ilahə illallah mənim bir qalamdır. Bu tevhiddir. Qalanın qapısısa Əhl-i Beyt əleyhissalamdır, vilayətdir, imamətdir. Bir sözlə Allahı tanımaq, Əhl-i Beyti tanımaqla tamamlanır. Allahdan dilək və istəyimiz budur ki, Allah bizi daima dünya və uqvada Əhl-i Beyt əleyhissalamla bir olanlardan qərar versin.